Axşamınız xeyir. Axşamınız xeyir. İqtisadi vəziyyət necədir? Eşitmişəm, dollar, neftin qiyməti qalxır gənə. SMS-lər azalacaq mı? Belə elədin, güya bu sənin sənətindir, bu sənin peşəndir. Görürsən ki, neftin qiyməti qalxır? Yox, yəni sual maraqla eşidirdim yəni ona gəl. Nə qədər? Neft qalxır, SMS səslər azalıb yəqin ki. Mən deyərdim ki, SMS daha da azalmayıb, daha da çoxaltmır. Çünki bir keçən həftə bura 7-ci kimi çıxmışdı, bu həftə 3-cü kimi çıxmış. Bunda səbəbi bilsin nədir? Neftin qiyməti qalxır, heç kimin gücü satmır da neft almaq. Ona görə hamı SMS elə bizə verir. Ən ucuz elə SMS. Neçədir indi neftin dəstəsi? Siz hələ ki fikirləşin, bir də süqətə baxa. Baxırıq bir də süqətə. Həkim, mən çox eymədər ha. İstəyirəm bu çəkildəsini oxuyum. Kimdir? Tanırsan ha? Elə gitdi da. Ana, qadın var. Olar. Hakim, o oxşamır axı ona. Necə oxşamır? Oxşamır. Düz tut da. Aman Beybala. Sağ. Sən idmançı da öldün Beybala. Sən nə qədər içmirsən? Həkim mənə deyib ki, mənə ya, gündə 50 qram üstün, uzun ömür yaşayarsan. Həkim, 50 qram deyil. Demir ki, gündə 200 tulka yiyir. Ay bədbax. Mən uzun ömür yaşamaq istəmirəm. Həmişə yaşamaq istəyirəm. Həkim, mən köməyə. Baxdıyam, böylərim dallı. Öldürəməzsin, kömək elə mənə, öldürəm. Ne oldu? Böylələrim dallı, həkim. Kömək elə mənə, öldürəm. Böylələri. Gəl belə deyirlər. Sən ala bu bankanı, atar doldur gəl. Mən oradan bir stəkan çay gətir. Həkim, ağzına kim doldurur? Biraz dodaq yeri koy. Buz palı gəl. Aleyküm selam. Ben çocuğum biraz genç kızıyım. Əskərliyə gezmək istəmirsən? Yok değil, doğrudan çocuğum beni. Kız çekemezler. Yaş, get oran. Ona hər biri verər. Bəs bu? Hadi. Bu nə hər biri verər? Yolu ne o? O da o. Bu nə hər biri? Hı. Bu. Hı. Bu. Hı. Bu. Hı. Bir də soruşuram, bu. Hı. Bu nədir? Axırıncı mən soruşuram səndən. Hı. Bəs bu. Hı. Əzizim, Azərbaycan əlifbasında Z, S hərfləri yoxdur. Yaxşı idi. Görək, ekspertimiz nə deyəcək? Maraqlıydı. Ümumiyyətlə, oyunları maraqlıydı, xarakterləri maraqlıydı. Bir də o, hər yumorun sonunda bir nöqtə deyirlər. Mən nöqtədən çox bir şillər yerdim. O tutuzdurmaq lazımdır. Yaxşı tutuzdurdu, sağ olun. Şillərin haqqında mənə... Deyirəm, şillərin haqqında mənə vurdular. Yox, o yumorun partlamağın şilləri verirəm, yox.
Gözəl idi. Buyurun, müraciət gəlsin. Əvvəl SMS nömrəsini deyim ki, 1 səsiyon 4209-a, 10 səsiyon 4309-a, boş SMS göndərməyimiz kifayətdir. Biz buradan Azərbaycan Dövlət İqtisad Universitetinin bütün professor, müəllim və tələbə heyətini və başda Şəmsəddin müəllim Hacıyev olmaqla bütün İqtisad Universitetindən dəstək gözləyirik və bir də bu çəkilişdə bizə kömək göstərdiyinə görə Vital Klinikaya və xüsusilə Səltənət xanıma öz minnətdarlığımızı bildiririk. Bizə dəstək olduğuna görə İndizit Məişət Mağazaları mağazası və İspanyol Kafel Metlar mağazalarına öz dəstəyimizi, öz təşəkkürümüzü bildiririk və yenə də onların dəstəyini gözləyirik. Mən də buradan öz məhəllə uşaqlarıma, sonra Namil qardaşımıza, Ramin qardaşımıza, bir də Vamil. Ramil. Daim oldu İsmailə üstüzürəm ki, bizi səs göndərin. Mövzu sağlamlıq olmuşkən, əmmi oğlu bir xəstələnib, indi banisa da 26 nömrəli məhəlləkanda. Buna buradan böyük salamlarımı göndərim, Allah şifa versin, Equr sənə. Öpürəm səni, inşallah tez Yox, qaldı ki, deyəsən SMS. SMS göndər, 4209, 4309 mütləq. Yox, alırıq. Bir dəqiqə, sən demək istəyirdi. Yenə də söz. Mən buradan 266 nömrəli məktəbdən dəstək gözləyirəm. Buradan isə 54 nömrəli məktəbdən dəstək gözləyirəm. Bir də bir yer var, onlar oradan salam göndərin. Sizin yerinizdə. Burada? Eşik yox. Sayın sənə təşəkkür ederim. Lan. Bir dəqiqə ya. Salam brat. Ben buradan üzümü Trump Texnika Bank'a deyirəm ki, bizə dəstək olun. Bizi ön sıralarda saxlayın. Müraciət gəlsin. Azərbaycan. Ya sağırıq, sağırıq. Bir dəqiqə. Azərbaycan Dövlət İqtisad Universitetindən dəstək gözləyirik. Başda Profesör Şəmsəddin müəllim olmalıdır. Bizim SMS nömrələrimiz 42 00 42 00